Stüdyosundan mən Vida Döşabçı bütün izləyiciləri salamlayıram. İlk xəbərlərin özəti. Səid Mətinpur zindanda bütün insani haqları pozulur. 4 nəfər Azərbaycanlı mühakimə olunacaq. Pentagon, Bəşər Əsəd hakimiyyəti itirəcək. Urmu Gölü ilə bağlı tutuklanan 128 nəfər milli fəalın kimliyi. Milli fəal Behnam Şeyxi məhkəməyə çağırılmışdır. Türkiyədə Güney Azərbaycana dəstək yürüyüşü keçirildi. Milli fəal Həmid Mənafi Nadarli Xoy İnqilab Məhkəməsi tərəfindən çağırılmışdır. Kuzey Kore'nin diktatörü öldü. Məhəmməd Əmiri 115 gün həbsdən sonra Azərin 26-sında azadlığa buraxılıb. BMT İranla bağlı növbəti qətnamə qəbul edib. Ərəb Xəlici, yəni Ölkələr Birliyi İrana xəbərdarlıq verdi. İranın Mərkəzi Bankası təhrim edildikdən sonra dolar qiyməti şiddətlə bahalanmaqdadır. Amerika İranla işləyən 10 şirkəti təhrim etdi. Güney Azərbaycan İstiqlal Partisi Türk dövlətlərinə müraciət edib. Milli fəalların evlərini axtarıblar. Milli fəallar Mehdi Həmidi Şəfiq və Təği Sələşürün həbs qərarları uzadılıb. Fransa parlamenti qondarma erməni soykırımın haqqında qanun qəbul etdi. Meksika parlamenti Xocalı soykırımını tanıdı. Bakıda Fransa səfirliyin önündə eyləm keçirildi. Beynəlxalq Əfv Təşkilatı qondarma erməni soykırımı ilə bağlı Fransa parlamentinə qarşı çıxdı. Türkiyə Fransaya sərt cavab verdi. Güney Azərbaycan İstiqlal Partisi Fransanı məhkum etdi. Macar prezidenti, nə yaxşı ki bizi türklər yönetiblər dedi. İrana qarşı hərbi müdaxilə olunursa, qeyri-fars millətlər hökumətə qarşı üsyan edəcəklər. Bizimlə qalın. Səid Mətinpur zindanda bütün insani haqları pozulur. Hazırda Tehranın Evin zindanında həbs olunan Azərbaycanlı fəal Səid Mətinpurun hüquqları daha da məhdudlaşdırılıb. Mətinpurun mürəxxəslik, görüş və telefon əlaqəsi hüquqlarından məhrum edilib. Səid Mətinpurun həyat yoldaşı Ətiyə Tahiri sitələrə verdiyi məlumata görə həyat yoldaşının ibtidai hüquqlarının pozulmasından danışıb. O bəyan edib ki, həyat yoldaşım 2 il 6 aydır zindandadır. O bu müddətdə məzuniyyət hüququndan istifadə edə bilməyib. Nəinki onun məzuniyyəti ilə razılaşmırlar. Hətta son 6 ayda onunla mülaqat belə kəsilib. Qeyd edək ki, hazırda Tehran Evin zindanında həbs olunan Azərbaycanlı fəal Səid Mətinpur uydurma ittihamlar səbəbindən 8 il azadlıqdan məhrum edilib. 4 nəfər Azərbaycanlı fəal mühakimə olunacaq. Gələn ayın 6-sında Sulduz şəhrində 4 nəfər Azərbaycanlı fəalımız işğalçı İran rejimi tərəfindən mühakimə olunacaq. Güneydən aldığımız məlumata görə Sulduz şəhrində Həsən Badpeyma, İskəndər Mirzai, milli şəhidimiz Hüseyn Fətihpurun atası və qardaşı Ələkbər Fətihpur və Kərim Fətihpur gələn ayın 6-sında işğalçı rejimin qondarma məhkəməsində mühakimə olunacaqlar. Pentagon, Bəşər Əsəd hakimiyyəti itirəcək. Suriya prezidenti Bəşər Əsəd hakimiyyətini mütləq itirəcək. Ankarada səfərdə olan Pentagon rəhbəri Leon Panetta bu fikirdədir. Onun sözlərinə görə Əsədə beynəlxalq təzyiq davam edərsə getməyə məcbur olacaq. Panetta bəyan edib ki, biz bölgənin digər ölkələrində nə baş verdiyini gördük. İnanmıram ki, hansısa məqamda Suriyada da buna bənzər nə isə baş verəcək. Lakin bunun baş verməsi üçün təkcə Türkiyə və Amerikanın deyil, bütün beynəlxalq ictimaiyyətin Suriyaya Əsəd rejiminə baskısı lazımdır. Urmu Gölü ilə bağlı tutuklanan
4 nəfər milli fəalın kimliyi. Güney Azərbaycanda Urmu gölü ilə bağlı keçirilən etirazlarda çoxlu sayda soydaşımız tutuqlanıb və işgəncə olunub. Fas rejiminə etiraz edən qəhrəmanlarımızdan tutuqlanan 124 nəfərin kimliyi belirlənib. Allahverdi Qurbani, Nurəddin Zarepur, Səid Həsənzadə, Məsud Peydai, Mikail Abbasi, Vəhid Şəhidi, Əli Rıza Nəqşi, Əli Cəbrəyilzadə, Məhəmmədpur, Həmid Niknam, Əmir Əkbəri, Əli Məhəmmədi, Murtaza Səbbah, Adil Danapur, Ramin Qulipur, Nəcəf Xəndani, Səid Murtaza Musəvipur, Əmir Buzəri, Siyamək Ləndrudi, Nadir Əmiri, Bəhram Fəravan, Məsud Cəlilzadə, Çingiz Xorsəndi, Saman Cəhanpur, Məhəmməd Əhmədi, Fərman Fəthi, Mehdi Zare, Abdülhüseyn Tənhaqu, Yusuf Əskəri, Əhməd Həzrəti, Mehdi Məhəmmədpur, Nadir Noruzi, Səid Zakiri, Sabir Məhəmmədzadə, Əkbər Şəfiəs, Peyman Qurbani, Reza Burdbar, Fərrux Təqilu, Əsqər Lütfi, Vəhid Bərzəgəri, Rıza Səmsami, Cəmal Əndaz, Hüseyn Muqtədipur, Hadi Dada, Kavə Rüstəmpur, Həmid Şəhabi, Mehdi Şərif, Məcid Zirək, Səid İbrahimzadə, Əli Əxlaqi, Əli Zadbaqir, Həsən Zadbaqir, Nasir Fəthi, Pərviz Sədyan, Möhsün Əlişahi, Qudratullah Yusifi, Səid Şərifi, Əbulfəz Bəxşipur, Əli Həsənzadə, Peyman Atəş, Rıza Şiri, Məhəmməd Paşazadə, Ümid İbrahimpur, Şəhriyar Kəbir, Məhəmməd Xəbazi, Əsqər Əhmədizadə, Mirəli Əsqər Muxtarzadə, Məhəmməd İsmaili, Reza Xoşbahar, Nasir Nuri, Behnam Çəməni, Behzad Xudayari, Murtaza Qurbani, Əli Rıza Əzhəri, Təqi Moləvi və Cəfər Qurbəy, Behnam Əli Muhammed, Vəhid Qulampur Qolzar, Əli Purheydər, Məsud Şərifi, Əli Əbrlu, Səttar Əhmədifər, Mehriyar Qurbani, Həsən Qəmbəri, Möhsün Gülüstan. Azərbaycan Türk milləti qəhrəman evladlarını heç zaman unutmayacaqdır. Milli faal Behnam Şeyxi məhkəməyə çağırılmışdır. Tanınmış milli faal Behnam Şeyxi Tehran İttilaat tərəfindən 1388 Xordadın 19-da nizamın əleyhinə çalışmaq və qanunsuz qruplara iştirak etmək kimi həmişəki qondarma ittihamlara suçlanmaqdadır və Tehran şəhrinin İnqilab Məhkəməsinin 26-cı şöbəsinə çağırıldı. Ancaq müdafiə vəkili Əbdülfatih Sultani həbsdə olduğuna görə bu sözdə məhkəmə ertələnmişdir. Behnam Şeyxinin bundan sonraki məhkəmə iclasları yeni müdafiə vəkili xanım Şeşkilanın iştirakı ilə keçiriləcəkdir. Türkiyədə Güney Azərbaycana dəstək yürüyüşü keçirildi. Türkiyənin Eskişehir şəhrində yaşayan Azərbaycanlılar yürüyüş keçirilib. İranın anti-Türk və anti-Azərbaycan siyasətini 21 Azər hərəkatının ildönümü ərəfəsində şiddətlə qınayıblar. Yürüyüşdə Eskişehir Azərbaycanlılar Dərnəyin üzvləri, Azərbaycanlı siyasi fəallar və öğrencilər iştirak edib. Eskişehirin Yedbilər Parkından başlanan yürüyüş şəhərin mərkəzinə qədər davam edib. Məqsəd 35 milyondan çox Azərbaycanlının hüquqlarının pozulmasına, fəalların həbsinə, ədalətsiz məhkəmə qərarlarına etiraz olunub. Eyləmdə siyasi məhbusların fotoları nümayiş edilib. Onların dərhal azadlığa buraxılması tələb edilib. Azərbaycanlı milli faal Həmid Mənafi Nadarlı Xoyun İnqilab Məhkəməsi tərəfindən çağırılıb. Əldə etdiyimiz bilgilərə görə Azərbaycan milli faalı Həmid Mənafi Nadarlı
Desambrın 18-də Xoy şəhrinin İnqilab Məhkəməsi tərəfindən çağırılıb. Həmid Mənafin Nadarliyə 3 gün zaman verilibdir ki, özünü həmən dadgahın 5-ci dadyarı şöbəsinə təqdim edə və etmədiyi halda tutuqlanacaqdır. Artırmalıyıq, Azərbaycanlı milli faal Həmid Mənafin Nadarlı 60 nəfər başqa milli faallarla birlikdə Avqustun 27-sində Azərbaycan mübarizləri İbrahim Cəfərzadə və həyat yoldaşı Mina Kəhrubayı və 1 yaşda qızı Ayla Cəfərzadənin dəfn mərasimində Xoy şəhrinin əmniyyət qüvvələri tərəfindən yaxalanıb. 48 saat sorğulanıb və işgəncədən sonra azadlığa buraxılmışdı. Kuzey Kore'nin diktatörü öldü. Desambrın 19-da Kuzey Kore'nin dövlət televiziyası ölkənin lideri Kim Jong-ilin vəfat etdiyini açıqlayıb. Komünist şahlığı sistemi Kuzey Kore'də 3-cü nəsli keçir. Kim Jong-il öldükdən sonra yerinə Kim Jong-li və onun ölümündən sonra 3-cü oğlu Kim Jong-un atasının yerinə keçdi. Bədən üzvünü kəsmək, şallaq vurmaq, döymək pislənir. İranda bu il edamların artırmasından ciddi narahatlıq ifadə olunan qətnamədə insan haqları ilə bağlı 12 maddənin pozulduğu bildirilir. Bu sıraya söz, əqidə, sərbəst toplaşmaq, etnik və dini azlıqların azadlıqlarının məhdudlaşdırılması, qadınlara qarşı ayrı seçkilik aid edilir. Ərəb Xəlici Yeni Ölkələr Birliyi İrana xəbərdarlıq verdi. Suudi Ərəbistan başkəndi Riyazda keçirilən 2 günlük iclas sonunda Ərəb Xəlici kənarı 6 ölkə İranın Ərəb ölkələrində müdaxiləsini qınayıb və xəbərdarlıq verdilər. Qətnamədə İranın bu əməllərdən əl çəkməsi istənilib. Bəyanatda İranın Ərəb ölkələrində firqə qarşı durması yaratmaqda olduğunu vurğulayıb. Ərəbistan padişahı Məlik Abdullah Ərəb ölkələrini birliyə çağırıb. İranın Mərkəzi Bankası təhrim edildikdən sonra dolar qiyməti şiddətlə bahalanmaqdadır. Təhrimlərin ardından İran pulunun dəyəri şiddətlə düşməkdədir. 1 Amerika doları 1500 tümən, 1 euro 1920 tümən və 1 İngilis pondu 2280 tümənə qalxıb. İqtisadçıların analizinə görə qiymətlər hələ də artacaqdır. Şiddətlə artmaqda olan vəhşikəslik İran hakimiyyətini dizə çökürəcək. Xatırladaq ki, Güney Azərbaycan İstiqlal Partisi 1 il öncədən belə olacağını vurğulamış və soydaşlarımıza İran tüməni yerinə dolar, manat, euro, qızıl almaqlarını və pullarını İran bankalarından çəkib Azərbaycan və Türkiyə bankalarına yatırmalarını istəmişdir. Amerika İranla işləyən 10 şirkəti təhrim etdi. Amerika 10 gəmi şirkətini və bir şəxsi ki, İran gəmi şirkətləri ilə ilişkidə idi, təhrim etdi. Bu şirkətlər dolayısıyla İran gəmi şirkətlərinə mal yetişdirdiyi üçün cəzalanacaqlar. İran nüvə fəaliyyətini tamamilə dayandırmayana qədər təhrimlərin artacağını Amerika yetkiləri bildiriblər. Milli fəalların evlərini axtarıblar. İran İttihat gücləri Qoşaçayın Dördbürc şəhrində milli fəalların evində axtarış aparıblar. Hökumət gücləri bir neçə milli fəalın evinə hücum edərək ailə üzvlərinə hətta qorxu gəlib və evlərdə axtarış aparıblar. Axtarış sonunda bir neçə kitab, afişa, əl yazıları və bir sıra şəxsi əşya özləri ilə aparıblar. Güney Azərbaycan İstiqlal Partisi Türk dövlətlərinə müraciət edib.
Güney Azərbaycan İstiqlal Partisi 7 Türk Cumhuriyyətinə ayrı-ayrı məktub yazıb. Quzey Azərbaycan, Türkiyə, Quzey Kıbrıs, Quzey Türkmənistan, Uzbekistan, Qırğızistan, Qazaxıstan Cumhurbaşqanlarına rəsmi müraciətdə yeni ili təbrik edərək Fars işğalçı altında olan Güney Azərbaycan türklərinin mesajını qardaş Türk Cumhurbaşqanlarına çatdırıb və yeni ildə Türk Cumhuriyyətlərinin Güney Azərbaycanla ilişkilərini daha da dərinləşməsini arzulayıb. Milli fəallar Mehdi Həmidi Şəfiq və Təqi Sələhşurun həbs qərarları uzadılıb. Azərbaycan milli fəalları Mehdi Həmidi Şəfiq və Təqi Sələhşur barədə çıxarılan həbs qərarının zamanı məhkəmə tərəfindən uzadılıb. Yeni qərara görə Mehdi Həmidi Şəfiq və Təqi Sələhşurun həbs qərarı 2012-ci ilin janviyenin 5-nə qədər uzanılıb. Fransa parlamenti qondarma erməni soyqırım haqqında qanun qəbul etdi. Bu qanuna əsasən qondarma erməni soyqırımını danmaq, qəbul etmək cürm sayılır. Bu qanuna görə erməni soyqırımını rədd edənlər 45 min euro cəza və 1 il həbs çəkəcəklər. Meksik parlamenti Xocalı soyqırımını tanıdı. Meksik parlamenti ermənilərin Xocalıda işlədiyi soyqırımı məhkum edib və Ermənistan ordusunun Azərbaycan torpaqlarına hücum və işğal etdiyini bəyan edib. Ermənistan qeydsiz şərtsiz Azərbaycan torpaqlarının tərk etməsi lazımdır. Meksik parlamenti BMT-yə səslənərək BMT-nin qərarlarının ermənilər tərəfindən uygulanmasına ciddi addımlar atılmasını istədi. Beynəlxalq Əfv Təşkilatı qondarma erməni soyqırımı ilə bağlı Fransaya qarşı çıxdı. Mərkəz qərargahı Parisdə olan Sərhədsiz Güzərişgərlərin Beynəlxalq Media Təşkilatı Fransa Senatının erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etmək təşəbbüsünü pisləyib. Qanun layihəsinə əsasən erməni soyqırımını inkar edənlər cinayət məsuliyyətinə cəlb olunaraq 45 min euro cərimə verməlidirlər və 1 il həbs çəkməlidirlər. Sərhədsiz Güzərişgərlərinin nümayəndəsi Yohan Birin deyib ki, bu layihə vətəndaşların şəxsi azadlığını şübhə altına alır. Soyqırımın inkarına aid digər qanunlar kimi o da ifadə və fikir azadlığının müdafiəsi prinsipini pozur. Tarixə baş vurmaq yerinə Senat diyaloq qurulması haqqında düşmənli idi. Bakıda Fransa səfirliyin qarşısında eyləm keçirilib. Fransa parlamentinin gərzli olaraq qondarma erməni soyqırımını tanıma qərarına etiraz olaraq Azərbaycanın paytaxtında Bakıda Fransa səfirliyin qabağında bu qanunu etiraz etdilər. Etiraz sonunda qətnamə oxunub Fransanın səfirliyinə təqdim edildi. Türkiyə Fransaya sərt cavab verdi. Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğan Fransanın attığı bu addımın böyük uğursuzluq olduğunu deyən başbakan bunu Parisdə öldürülən Türk diplomat Yılmaz Çolpan'ın vəfat ildönümündə olması ilə düşündürücü olduğunu qeyd edib. Biz tariximizlə fəxr edirik. Bizim tariximizdə belə bir soyqırım yoxdur. Bizim ölkəmizdə 100 mindən çox erməni yaşayır. Onlardan bəzisi vətəndaşımız, bəzisi isə vətəndaş olmadan bu ölkədə yaşayırlar deyə Erdoğan bildirib. Başnazir Fransaya qarşı tətbiq olunacaq sanksiyalar 8 başlığı ilə sıralayıb. Parisdəki Türkiyə səfiri geri çağırılıb. Bundan
etibarən ikili səviyyədə həyat keçirilməsi nəzərdə tutulan siyasi, hərbi və iqtisadi mahiyyəti olan qarşılığı səfərlər, seminar, təhsil, kurs, personal mübadiləsi kimi fəaliyyətlər dayandırılır. Hərbi təminlər ləğv edilir. Bu ölkə ilə hər cür siyasi məsləhətləşmələr dayandırılır. Fransa hərbi təyyarələri hər uçuş üçün Türkiyədən ayrıca izin alacaq. Avropa Birliyi layihələrində Fransa ilə əməkdaşlıq edilməyəcək. Hərbi gəmilərin limanlarımızda yaxınlaşmaq üçün etdikləri müraciətlər bugündən ləğv olunur. 2012-ci ildə İqtisadiyyat Nazirləri arasında keçiriləcək Türkiyə-Fransa müştərək iqtisadi iclasında Türkiyə iştirak etməyəcək. Baş nazir bunun başlanğıc olduğunu deyib. Bu ilk mərhələdir. Altından xətt çəkərək vurğulayıram. Bu ilk mərhələdir. Güney Azərbaycan İstiqlal Partisi Fransanı məhkum edib. Türklərin tarixi düşmanı Fransa hər zamanki kimin əlinə düşən hər qirəvədə türkü vurmağa çalışır. Başlığı ilə bəyanatda Xocalı soyqırımı Fransa himayəti ilə ermənilərin Türkiyə və Azərbaycanda yatırdığı soyqırımına Fransanın Əlcəzirə və Rovandada yatırdığı soyqırımları fakt getirərək Fransanın insan demokrasi və Türk düşmanı olduğunu vurğulayıb. Fransa parlamentinin aldığı qərarı qınayıb. İrana hərbi müdaxilə olursa, qeyri-fars millətlər rejimə qarşı üsyan edəcəklər. Amerikanın Wall Street jurnalı yazır, İrana hərbi müdaxilə olursa, haqları tapdalanmış və mübarizədə olan qeyri-fars millətlər Fars rejiminə qarşı üsyan edəcəklər. Bunun nümunələri Ərəb, Bəluç və Güney Azərbaycanda üsyanları deyə göstərilir. Analizdə qeyri-fars millətlər daha İran bayrağına burun əyməyəcəklərini və öz bayraqları altında rejimə qarşı savaşacaqlarını bildirib və dünya ictimaiyyətini bu baxışdan İran məsələsi ilə yanaşmaya çağırılıbdır. Bir dahaki xəbərlərə qədər günlük xəbərləri Güney Azərbaycan İstiqlal Partisinin www.qayıt.biz və www.istiqlal.tv sitələrindən, eləcə də Qayıt Facebook səhifəsindən izləyə bilərsiniz. Gələcək proqrama qədər hələlik.